Allah'ın salamı, rəhmət və bərəkəti olsun əhl-beyt aşiqlərinə. Bu günlərin Məhərrəmlik ayının ilk günüdür. Gör neçə əsrlər keçsə də, 14 əsr bundan əvvəl olan hadisələr eyni ilə indi də təkrarlanır. Nə qədər nə eləyirlərsə, ləğv eləmək istəyirlər, unutturmaq istəyirlərsə, xalqın fikrindən, zəkasından, qəlbindən bu Məhərrəmlik ayını çıxarda bilmirlər. Allaha and verir öz izzəti cəlalına, bu Məhərrəmlik ayı hörmətinə bütün müsəlmanlara nəzər yetirsin. Dünənlərim bu müharibənin bitməsini də eşidəndə o qədər qəlbimdə sevindim ki, dedim, ya Rəbbim, ya Rəsulallah, görsən nə gözəl günə salırsan bu müharibənin bitməsi ilə razılaşmaqlarını. Allah eləsin, təki düz olsun. İslam ölkəsinin xeyrinə hər şey gözəl, yaxşı olsun, bitsin bu müharibə. Gəlib Məhərrəmliyə düşür. Bu Aşura müsibətində müharibə də elə onsa gedirdi də bu neçə vaxtdan bəri. O ilə də bitsin. Aşura ilə də bizim bu dərdimiz, qəmimiz, müharibəmiz, xalqımız azad olsun. Bugünkü gün birinci günüdür, ilk günüdür. İndi mən gedə bilməsəm də Bakı yerində uzaqdır məscid, gedə bilmirəm səhhətimlə əlaqədar. İndi fikrimdə var ki, sabah da zətdə rayona gedim, rayonda yaxında olur da məscid, ora gedib gəlmək olur. Allah Taala özü bizim bu müsəlmanlara, bu əli şiyələrinə özü rəhm eləsin, nəzər yetirsin. Gördünüzmü ki, o bir padişah deyir ki, hər kəs kasıb-küsub gəlsə, o mən xələt verəcəm, ənam verəcəm, nəm hədiyyə verəcəm. Bir kasıb da qoca kişi gəlir ki, durur qapıda deyir ki, sən nəyə gəlmisən? Deyir, eşitdim ki, hədiyyə verəsiz, pul para verəsiz, mən də kasıbam, bəs gəlmişəm. Deyir, sənin gözün kördür ya, mən kör kasıblara hədiyyəni verirəm. Başını salır aşağı, mızıllaya gedir, deyir ki, düz deyirsən, kör mənəm ki, Allahın qapısını qoyub, sənin qapıma gəlmişəm. İndi çox şükür Allahın böyüklüyünə ki, biz Allahın qapısına gedib Allahdan istəyirik. İndi bu İran dövləti, İslam dövləti, hamısı Allahu Əkbərlə bu qələbəni qazandılar. Şəhid oldular, yerlə yeskan elədilər, amma əyilmədilər, sınmadılar. Çox şükür Allahın böyüklüyünə. Bu Aşuranın axırınacan inşallah imzalar atılar bizim xeyrimizə. Bizdə o cips yeyənlər ki var ki, deyir ki, kola içib cips yeyirəm, İrana hücum olunanda, İranı məsələn bombardman eləyəndə. İndi o şəxslər getsin, cipsisin, yesin, kolasını içsin, sevinsinlər. Məhərrəmlik ayı özü İranın köməyi olacaq inşallah. Allah Taala özü izin verəcək. Çünki Allaha yalvarır. Allaha əlini açır, Allahu Əkbər eləyir. Ona görə də əvvəldən demişdim qalibdir. Elə qalib də olacaq inşallah. Sağ olun, salamat qalın.